Bu vəzifəsini çox yormayacaq, qısa vəz olacaq və xahiş edirəm ki, açsınlar. Yer Yaqubdan davam edirik bir yerdə. Bu illəri qəşəng bir fəsil keçirik dil haqqında. Dilin bəlası və çarəsi haqqında, belə deyək. Mövzumuz bu haqda olacaq. Amma minnətdarlığımı deyim ondan öncə. Bir neçə ay öncə kilsənin maddi ciddi problemləri var idi. Kilsənin bütçəsi düşmüş deməli başlayır. 0 dərəcəsində idi. Amma 0 dərəcəsi deməli, 0-dan biraz yuxarı idi. Amma böyük bir krizisdən keçirdik. Amma şükür rəhbərlər bir neçə bazı qardaşın ürəyinə qoydu ki, həqiqətən onlar öz gəlirlərindən, öz qazanışlarından böyük yanələr versinlər. Və onlar həqiqətən bu ilə göstərdilər ki, rəhbər necə sadiqdirlər, rəhbər necə sevirlər. Çünki insan üçün ən çətin şeylərdən biri maddiyyatdır. İnsan bir balasıdır, bir puludur. Yəni, çətin şeydir, düzdür. Və insanlar üçün çox çətin olan maddiyyatından ayrı vermək. Xüsusən böyük məbləğləri olanlar. Amma kim bunu edə bilirsə, o adam göstərir ki, onun həyatda dəyərli olan nədir? Rəbbin işidir, yoxsa onun şəxsi mənafidir. Və Rəbb heç vaxt verən insana ehtiyacda qoymur, o həmişə təmin edir balasını. Bizim verməyimizdən də asılıdır, nə qədər çox vericilik, nə qədər az vericilik, o mərhəmətli lütfkardır. Ona görə vermir ki, Seyid çox verdi, ona mən çox da verəcəm. O eləsin eləmir. Allah hər kəsə öz lütfülə mərhəmətinə görə verir, öz bildiyi qədərə görə verir. Amma eyni zamanda verən insan səmada özücü xəzinələr yer. Rəbb üçün bu dəyərli və insan həqiqətən Rəbbə olan ürəyini göstərir. Mikrofona ehtiyac yoxdur ki? Yoxdur, şükür Allah'a. Gəl Yaqubun məktubunda 3-cü fəsildən oxuyan birdən 12 kimi. Qardaşlar, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bunu müəllim olmaq istəyənlər diqqətlə oxusunlar. Məktəb müəllimi yox, ruhani müəllim. Bu səbəbə görə də çoxumuz müəllim olmayır. Çünki hamımız çox büdrəyir. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüklənməyə bilən kamil bir insandır. Bizə itaət etsinlər deyə atların ağzına yüklən taxır. Beləcə bütün bədənlərini döndəririk. Amin. Bax, gəmilərlə böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü hara istəyirsə, kiçicik bir sükanla oraya dönür. Dil də elədir. Bədənin kiçik üzvüdür, amma çox böyüdür. Baxın, balaca bir qığılcım böyük bir məşəni yandırır. Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədəni ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. Çünki istər heyvanların, istərsə quşların, istər sürünənlərin, istərsə dəniz məxluqlarının hər cinsi insan tərəfindən əhəlləşdirilir və əhəlləşdirilmişdir. Amma bu var ha, dili heç bir insan əhəlləşdirilmir. Bir qarşı alınmaz bəlladır və öldürücü zəhərlə doludur. Dilimizlə rəvət ayalılmış edirik, dilimizlə Allahın surətini yaradılmış insanları lənətləyirik. Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, qarındaşlarım, bu belə olmamalıdır. Bir bulağın eyni gözündən şirin və acı su çıxarmır. Qardaşlarım, əncir ağacı, zeytun və üzüm tərəyi əncir yetişdirə bilərmi? Elcə şor bulaqdan şirin su gələ bilinməz. Allahın kəlamı dil haqqında deyir. Deyir ki, birinci deyir ki, hamımız müəllim olmayın. Tələsmə. Orada nəzir göstərmiş, həmişə göstərir. Problem var, yaxşı. Ümumiyyətlə, Yaqubun məktubunu oxuyan kimi oxuyub əvvəllər? Çoxumuz oxumuşuq. Məktubun əsas məqsədi nədir yazılmalı? Kim bizə fikir verib? Qardaşlar. Qardaşlar nə? O auditoriyada. Cəmiyyəti yazır. Cəmiyyətə yazır, kilsəyə yazır, kilsələrə yazır, belə deyir. İmanlara yazır. Bəs niyə yazır bu məktubu? Məktubun əsas ideyası, məqsədi nədir? Kim fikir verir buna? Var olan problemlər. Orada çoxlu kilsələr var idi. Hansı birini qalır idi?
Sınavlar düşürdülər, məscidçilər. Sınavlar düşürməsizdir. Müdürlük verməmişəm. Müdürlük vermək üçün. Ümumiyyətlə fikir vermişsə, kitabda ən çox təkrarlanan bəzi sözlər var. Onlardan biri kamillik sözlər. O kitabın əsas ideyası bunlar var ki, praktiki necə kamilliyə nail olmaq olar. Bütün məscidçi həyatının əsas aspektlərini göstərir və orada praktiki şəkildə necə müqəddəs mömin olmaq olar, həmçə orada özə belə yuxarı meyarlar qoyur və necə kamil olmaq olar. Və biz bu necə danışdıqlarımızın içində biz hansılardan danışdıq? Kamillik meyarları haqqında. Ümumiyyətlə, onun kitabın üsluba baxanda Süleyman məsələlərini və vaiz kitabına oxşayır. Çox qəribə bir üslubu var. Ona görə bəziləri ilahiçilər deyirlər ki, Yaqub məhz onları stilində götürüb yazıb. 30-dan çox allegoriyadan istifadə edir. Oxuduğumuz mətndə də var idi bu şeylər. Və əsas fikir verir ki, biz orada danışdıq. Birinci, sınaqlarda məsəlçi necə davranmalıdır və sınaqlara necə yanaşmalıdır. Çünki bu da kamilliyin birinci yoludur. Sonra, kəlama itaət etmək. Bu da kamillik haqqındadır. İnsanlar arasında tərifkeşlik etməmək və hamını eyni cür sevmək. Bu da kamilliyin və möminliyi haqqındadır. Və onlardan biri də budur. Kəlam deyir ki, dilini yüyənləyə bilən kamil adamdır. Çox çətin bir kriteriyadır. Dinləyir ki, ona görə də mümkün deyil. Və bu ilə biz bu haqda danışacağıq. Yox, gəlin davam edeyim. Gəlin o ayəni oxuyaq. Davam edirəcək. Qardaşlar, bildiyiniz kimi biz müəllimə daha oraydı. Yox, 3-cü ayədən. Zəhmət olsun. Orada mən qoymuşdum, yoxdur. Yəni, yarısından da. Onda mən burada oxuyuram, siz də istəyir. Bizə itaət etsinlər də atların ağızlarına yüyən taxılır. Beləcə bütün bədənlərini döndəririk. Bax, gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü hara istəyirsə, kiçicik bir sükanla oraya dönür. Dil də elədir. Bədənin küçük üzvüdür, amma çox ölür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır. Dil də otdur. Dil bədən üzvləri arasında haqsızlıq dünyasıdır. O bütün bədəninizi ləkələyir və özü cəhənnəmlə odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. Ki, mən Yaqub necə bənzətmə var orada. Deyir ki, dilimiz haqsızlıq dünyası. Dilimiz gəminin rulu kimidir, sükanı kimidir. Dilimiz məşənin yanından bir qığılcım kimidir. Yəni, dilimiz həyatımızın gedişatını özü bu sözlər. Həyatımız hansı istiqamətə lazımdır, dilimiz döndərir. Bədənimizin rulu bizim dilimizdir. Bu dil bizi ya yaxşı yerlərə aparacaq, adam var, gedir qabağı, deyirsən ki, dili var da, eşimirsiniz ya, deyir ki, dili var gedir, Ruslan necə oldu işə düzəldi? Dili var da. Adam da var ki, dili onun başına bəladır və onu həyatına aparıb hamı cəhənnəmə. Həyatını yandırır. Atalan bir söz var, deyir, dilim olasan dilim. Eşitmişik də bu sözlər. Eləcə, dil səni yaxşı yerə də gətirib çıxara bilər və pis yerə gətirib çıxara bilər. Və oturdum, yorğun idim, bekar idim. Və 32 punkt tapdım ki, dilimiz necə hoqqa verir həyatımızda. Necə dilimiz həyatımızı körləyir. Necə bizim bədənimizi ləkələyir. Gəlin bir olaraq baxaq, biraz uzun olacaq. Amma istəyirəm ki, izləyəlim. Biraz ara məsafələr yaxşı olsaydı, yaxşı görsənərdi. Mümkün də var, yoxsa? Yox, yaxşı. Birinci, bizim dilimiz neydi? Bizim dilimiz həyatımızı körləyir dinin danışanda. İnsan deyingən olanda bu dil onun həyatını körləyir. Çünki insanlar da Allah da deyinməyi sevir. Sevir deyinən insanlar yanımızda. Yox. Kesin. Bədbin və şikayətçi danışanda, daima pessimist danışanda, daima hər şey pis olsa, hər şey dünyanın axırıdır. Ümidi və bu vaxt insanlar ümidi sarsın və heç istəm ki, belə insanlar olsun. Danışdığınla hərəkətin üst-üstə düşməyəndə. Yəni, bu aydın bir şey, düzdür. Qəzəblə danışanda, dil, kin və hiddət tərəfinə idarə olunaraq dağıdıcı gücə çevrilir. İnsan qəzəblə, aqresiya ilə danışanda. Bu, dağıdıcı olur. Davam edin. Düşünmədən danışanda.
Sözün hansı fəsadlar törədəcəyini hesablamadan danışmalı. Adam var, otursan fikirsən, bu adam heç bir günlə danışır. Danışdığını fikirləşmir. Yersiz danışanlar, zamanı, məkanı və vəziyyətə nəzərə almadan danışmaq və qarşındakı insanı nəzərə almadan danışmaq. Yaxşı danışır, qəşəng söhbətdir, düzgün danışır, ağıllı şeylər danışır, amma düzgün yerdə danışmır. Bu da insanın həyatını dağıdan bir şeydir. Bilmədən danışanlar, əsası olmayan, cəhalətdən doğan məlumatsız neydir. Bu adam bilmir, böyle danışır. O qədər olur şeydə, görmüşəm, bəzi olur ki, insan imanlı, tezə iman edir və başqasına müjdələmək istəyir. Bilmir, bir ucdan döşüyür də, bütün dinləri qatışdır, bir-birinə elə danışır. Bu sadə bir nümunədir. Amma həyatın elə çətin vaxtları olur ki, bilmədən danışırsan və həyatın çox baha başa gəlir bir şey. Sonra, çox ağıllı danışanda, ağıllısan, amma çox ağıllı danışırsan. Bu da yaxşı bir şeydir. Ancaq tənqidi danışanlar. Bir qardaş var bu yaxınlarda, aylardır gəlmir, gələndir toplantıya, toplantıda sonra yazır ki, bu düz deyil, o düz deyil, bu birisi düz deyil, bu düz deyil, hiç cavab da yazmadım adama. Özü aylardır, yoxsa durub gəlmişsən, indi başlamışsan hər şeyi bəyənməməyə, tənqid etməyə. Tənqidi danışır, ancaq tənqidi danışır da sənin həyatını dağılır, sənin həyatını görür. Lovğa danışanlar, özü digərlərinə üstün tutub, ağzına çullu dovşan yerləşməyənlər. Yekə-yekə, böyük-böyük danışırsan belə, öyünə-öyünə. Kibirli danışanlar, yuxarıdan aşağı, insanlar yuxarıdan aşağı baxıb danışanlar. Boş-boş, mənasız və məsuliyyətsiz danışanlar. İsa Məsih deyir ki, hər bir boş sözə görə cavab edəcək, o barədə danışır. Çox danışanlar. Yaxşı şeylər danışır, ağır şey danışır, amma çox danışır da, adamın başı belə gedir. Düzdür? Qərəzli və mühakimə edici danışanlar. Acı dil olub, kobud, qəlb qıran danışanlar. Devam edin. Satqınçılıq, ara-qaraşqanlıq, söz gəzdirəyini kimi danışanlar. Halbuki sülh pozulur. Söyüşlə, qarmışla danışanlar. Ağızda xeyirli ailəsində lənət və murdar sözlər çıxmasın. Yalan danışanlar. Hörmətsiz danışanlar. Dalınca danışanlar. Bizim gənclərin ən çox sevmədiyi şeydir. Dəqiqə başına görə keçənə küsürlər. Mənə dalınca danışırlar, mənə dalınca danışırlar. Devam edin. Sirli danışanlar. Bilirsiniz, güya ki bu adam nəsə bilir. Söz alma. Yox, özünə elə apar ki, güya nəsə bilir də, bu nəsə bilir. Heç özü bilmir ki, nəsə bilir. Amma elə aparırdı ki, güya nəsə bilir. O yaslaşmış belə adamlara. Danışır, bir görsən ki, mən bilirəm, siz bilmirsiniz. Sirlidir bu adam. Rişxənçiliyi ilə danışanlar. Rişxənçiliyi bilirsiniz nədir? Başqalarını ələ salır, lağa qoyur, söz qoşur başqalarına. Mənəvi zərbdə alçadır. Təhlif edib danışanlar. Gəlmişəm, Emirlə söhbət eləmişəm. Emir gedib o söhbəti tamam başqa formada, öz istədiyi formada gedir başqasına danışır. Heç mən bunu nəzərdə tutmamışam, bunu deməmişəm, bunu fikirləşməmişəm. Bir örnə Emir getdi, sonra bu fakirdə gəlmiş demək ki, sən niyə belə demişsən? Deyəm, amma mən heç bunları deməmişəm. Dəfələrlə olur ki, insanlar sözləri təklif edirlər. Sözdə səhv axtaran danışır. Oturur qulaq asır sənə. Bəzi olur şeydə, o oğru aləminə meyilli adamlar da olur. Sözündən söz tutmaq çalışırlar. Bəzi olur ki, imanlarda da olur bu şey və yaxud adi insanlarda. Çalışır ki, harada bir dənə səhv tutasan ki, sən sözündən tutsun səhvindən və söhbəti davam edəsin. Sözdən səhv tutmağa çalışırlar. Şit danışır. Şit danışır, necə başa düşürlər? Özünə elə bilir ki, dünyanın ən güclü zarafatını edir. Amma Emir özünə baxma. Yox, qəlb qıran zarafat. Qəlb qıran çoxu zarafat. Bir də var şit zarafat. Yəni, yersiz, düzgün olmayan yumor hissi. Lazımsız zarafatlar. Hörmətsiz zarafat. Həmin zarafatda insanı özünə hörmətdən salır və qarşıdakı insan onu hörmətsiz kimi qəbul edir. Tamam edin. Ciddiyyəti itirir, ucuzluq yaradır. Yəni, davam edin. Çox yorulmaq istəyirəm.
Özünü lüzumsuz ucuzlaşdırıb danışanda. Lazımsız şəkildə mən heç kimə, mən başmıram, mən coraba, mən heç kimə. Mən yaxşı sözlərlə deyirəm də. İnsan özünü ucuzlaşdırır, güya təvazökardır, güya həlimdir, güya yaxşıdır. Mən layiq deyiləm. Bir nəfər olur, əsasən rus dilində belə səslənir, yaxşı vəz edib, hamısı deyir ki, çox gözəl vəz edib, mən deyiləm, mən deyiləm, çatana belə zad edir. Biz adını deyir, şükür əkə, bu deyir, yox, mən deyiləm, Arkada o birisi basırqa edir ki, sənə çox sağ ol. Deyir, axı, mən deyiləm, rəbdir, deyir, rəb etsə səndən daha yaxşı eləyərdir. Ona görə, özünü, güya lüzumsuz yerdə həllim aparır da, lüzumsuz və mən sizin qulunuzam. İki başlı danışmaq. Sən tuta bilmirsən bu adam ki, bu konkret ne demək istəyir. Sözü elə oynadır ki, istəndir belə də çıxa bilsin altından, belə də çıxa bilsin altından. Özünə sonra beləsinə fərasətli adam sayır. Gördünüz mən necə, elə danışıram ki, istəyəni söyləyir, belə də fırlatmaq olur, elə də fırlatmaq olur. Rastlaşdınız elə adamlarla. Və özü isə ayaq yeri qoyur ki, hər dəfə fırlada bilsin söhbətə. Həyat yoldaşı olmayacaq şəxslərlə, şəhvətlə danışır. Flört edir, flirtuyur. Öz həyat yoldaşı deyil. Amma sözlərlə elə atmacal, elə danışır ki, flört edir oyuna. Nazlanır ona, nə bilir, neydir. Heç bir şey yoxdur. Bir pis gözlə də baxmır ona. Prosta flört edir ona, prosta yazışır ona, prosta naz atır ona. Sən həyat yoldaşı deyil bu adam. Nə oğlan, nə sən həyat yoldaşı. Niyə flört edirsən? Ancaq içə-içə vədlər verir, şişirə-şişirə danışır. Anında olsun. İsmail, gözləyirik səni. Böhtan şər ataraq danışır. Başqaları haqqında şər ataraq danışır. Olmayan şey danışır. Düzdür. Mən dəli deyiləm. Kütlənin ağzı ilə danışır. Öz fikri yoxdur. Öz fikri yoxdur adam. Hamı necə deyir, bu da gəlir və ürəklə cəsarət danışır. Sonra söhbət edəndə başa düşür ki, bu heç bunun öz fikri deyilmiş. Bu sadəcə olaraq sürü kimi onu otarıblar. Fikirləşməyib, düşünməyib, başqasının ağzı ilə danışır. Bu çox fəlakət verici bir şeydir. Bu insan da başa düşməyib, nə var? Və manipulyasiya edici danışır. İnsanın vicdanına, hisslərinə, düşüncəsinə təsir etmək şəkli manipulyasiya edirsən ki, sən öz istədiyin məqsədi yaşamasın. Necə siyah edir? Ruhlandırıcıdır. Daha uzun olmazdı. Hələ çox şey var. Əslində orada mən 33-də qoymuşdum ki, siz nə əlavə edərsiniz sonra? Bilirsiniz, bütün bu şeylər bizim həyatımızda yoxlanır. Ola bilməz ki, deməyəm, hamısı 32-də var. 32-lərdə hansılarsa var həyatımızda. Mənim həyatımda da var. Və problem ondur ki, bu kimi şeylər insanın həyatını dağıdır. Və bu kimi şeylər insanın həyatını yandırır. Çox insan var ki, onlar yaxşı yerlərdə işlə bilər, yaxşı şəraitləri ola bilər, yaxşı həyatları ola bilər. Amma bir də bu danışıqlarına görə, dillərinə görə onlar həyatları dağılıb gedir. İsa Məsih nə deyir? Biz bu, gəl oxuyaq o ayəni, Matta 32, 34, 35. Matta 12, 34, 35. İsa Məsih deyir, ey gözələr nəsli, yox, bizə demir abi, üstünüzə götürmüş. Ey gözələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar. Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır. Pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır. Danışdığımız bizim içimizi dağılmır, əksinə dağılmış içimizdən xəbər verir. Bizim danışımız, bizim nitqimiz, bizim bu söhbətdən hansı bir sadalıq, bunlar onu göstərmir ki, bu bizim içimizi dağılır, yox, bu bizim dağılmış içimizdən xəbər verir. Bizim içimizin nə gündə olduğundan. İsa Məsih deyir ki, ey gözlərlərsə, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Biz kimlər deyiriksə buna? Gözəl nitq qabiliyyəti olan insanlara, kütləyə vəz edən insanlara, xalqı idarə edən insanlara deyir bunu.
Fariseyləridir, din xadimləridir, ey güzəriz, sizdən yaxşı necə çıxa bilər? Axı, bunlar qəşəng vəz edirlər, bunlar qəşəng şeylər öyrədirlər, necə oldu bəs? İsa Məsih dəyərləndirdi, onları dedi ki, yaxşı adam yaxşı xəstəsinə yaxşı şeylər çıxarır, pis adam üçün pislik xəstəsinə pis şeylər çıxarır. İnsan politik korrekt danışa bilər. Birisi də politik korrekt nədir də? Fikirləşir, yaxşı düşün cümləsini qurur danışır. Amma bu o deməkdir ki, həmişə onun içi ilə dili eynidir. İmanlılar var ki, məsihçi terminologiyasından yaxşı istifadə edirlər. Tezbazar tuturlar temanı da, mövzunu. Necə məsihçilər necə daşırlar, hep xeyir dua versin. Mən özüm fikir vermişəm, görmüşəm, duanı kopyalayırlar. Qulaq asır başqasının duasına, kopyalayır, deyir ki, başqasına vəzəsin də. Öz içindən gəlməyən duadır. Mütləq ki, bəzəkli olmalıdır. Və yaxud ki, məsihçilərin istifadə elədiyi ən çox tema, hep sənə xeyir dua verirsin, hep sənin olsunuz. Bunun axı dünyada sən işlətməmişsən necə var? Sən bu şeyləri işlətməmişsən, bu sırf məsihçilərə xas olan ünsiyyət formasıdır. Amma kopyalayın. Problem kopyalamaqdadır. Problem onun içdən gəlməməkdir. Dilimizin hoqqası, dilimizin bu idarə etməsi bizə çox zaman baha başa gəlir. 3 tərəfli fəsadlardan bölüşmək istəyirəm. Birinci, insanlarla münasibətimizi dağılır. İnsanlar hiss edirlər yalanlaşır. Çünki dil, gözdə necə qəlbin aynasıdır, dil də ruhun aynasıdır. Dil insan ruhundakı nə var, içində nə var, göstərir. Və insanlar bizə dözə bilərlər, yaxşı davrana bilərlər bizi ilə. Amma bizi dilimizə görə sevməyə və etibar etməyə bilərlər. Ən vacib olansı budur. Bizi sevmirlər və etibar etmirlər. Çünki dilimizə görə. Atalar belə bir söz var. İnsanı neyinə görə qəbul edirlər? Görünüşünə görə. Bəs neyinə görə yola salırlar? Danışığına görə. Ağlılardan görə danışırlar. Çox insanlar səndən qaça bilərlər, səndən uzaqlaşa bilərlər. Sırf sənin danışığına görə. Çünki danışığında sən içində nəsənsə o üzrə çıxır. Dilimiz qorxu, pişmanlıq kimi sair hissələr yaradır. Olur sizdə belə bir şey. Müəyyən insanlar oturursan, danışırsan falan, ağzın düzüşür söhbətdə və sonra o euforiyadan sonra özünə gəlirsən, deyirsən, mən niyə bu adamlarla bu söhbətə danışdım? Başlayır üçün belə tuk döyməyə. Mən naha bu yeri bu söhbət elədim. Naha bu insanlarla bu sözlə danışdım. Mənim özüm dəfələr olub, mən qorxmuşam ki, öz danışdığım sözləri sonra özümə qarşı istifadə edəcəkdim. Eləyiblər də. Çünki cəzandır. Bu meranqdır, getdi, qayıt üstümə. Bir kitab oxuyuram, Karamazov qardaşları. Dostoyevskinin kitabıdır. Məsləhət görürəm. Kitabda belə hissa var. Bu oğlan belə kefkom oğlandır da, belə həyatını yaşayan. Amma bir problem var ki, atası ilə ikisi də eyni bir qıza vurulurlar. Ata ilə qırırlar bir-birlərini də, bir-birlərini düşmən bilə ata ilə eyni qıza görə. Və bu cibində böyük məbləğdə pul gedir başqa bir kəndə, kef məclisinə yiyib içməyə, dincəlməyə və həmin gecə onun atasını öldürürlər. Və gecə saat 4-də, 5-də müstəntiq polislər gəlir ki, sən atanı öldürmüsən. Bunu da deyir ki, mən öldürməmişəm. Deyirlər, yaxşı. Və başlayır istintaq. İstintaq gedir və bütün şeyləri göstərir ki, bu öldürməyib. Amma şahidləri çağırırlar. Şahidlər gələndə isə hamı deyir ki, hə, bu adam öldürür. Niyə görə? Çünki bu bir ay ərzində son o pik vaxt olanda hər yerdə gedir ki, mən qocanı öldürəcəm. Mən qocanı öldürəcəm. Çünki atası ilə yola getmirdi və qəzəbli idi atası. Hər yerdə deyir ki, atanı öldürəcəm. Və plus üstəlik buna əlavə hər yerdə deyirdi ki, mənim cübümdə bizim pullar desə, indi 30.000 manat pul var. Hər yerdə bu ilə tirpaşlıq edir. Çünki kefkom adam fikirləşmirdi. Və atasını öldürüblər, atasının evindən də 30.000 pulu oxuyublar. Qəzəbliyəm, bütün şahidlər, kənddə, yaşadıq şəhərdə hamı gəldi ki, variant yoxdur səndir. Axırda özü də qərar ki, yəqin atamı mən öldürmüşəm. Prosu xəbərim yoxdur. Çünki 30.000 pul deyib və bu da hər yerdə deyir ki, atamı öldürəcək. Həqiqətən də əslində heç öldürməmişdi.
Çünki dilinin badına getdi. Özü özünü mecbur qəbul etsin ki, çünki bütün şahidlər hamısı onun istiqamətdədir. Bəzən bizdə də belə çox fikirləşmirik. Harada gəldi, danışır, deyir, danışır, deyir və sonra gəlir çıxır ki, bütün Allah fırlanır, üstümüzə qalır. Və sonra həməyə vaxtı altına çıxmayacağımız bir vəziyyətə düşür. Qorxuya, peşmansızlığa, məyusluğa. Üçüncü, dilimiz Allahla münasibətimizi dağılır. Təkcə insanlarla, özümüzlə yox. Bilirsiniz, Allahda qəribə belə bir xüsusiyyət var. O eşidir. Heç fikirləşmirsiniz bu arada. Allah eşidir. Bizim hər nə deyirik, Allah eşidir. Kəlamda dəfələrlə yazılıb ki, İsrail xalqına Allah eşitdi. Deyəndə eşitdi, şikayət edəndə eşitdi. Allah, yeganə şəxsdir ki, arxasında danışmaq olmur. Onu hər yerdə eşidirsən. İnsan birbaşa müraciət olunmasın ama birbaşa dua da eləməsən, o eşidir səni. Başqa bir problem bilirsin nədir? Allah içimizdə danışdığımızda eşidir, təkcə dilimizə gətirdiyimizi. İçimizdə danışdığı. Yazığa İsa Məsih bir dəfə Şimanın evinə gedir, farisey qonaq çağırır və bir dənə fahişə qadın gəlir oraya. Şiman yetim ürəyində danışır, istirmir də içdən. Amma İsa Məsih onun ürəyindəkinə görə cavab verir, ürəyindəkinə görə danışır. Təsəvvür edin. Allah bizimlə ürəyimizdəkinə görə, danışdığımıza görə də rəftar edir. İsrail xanım Kəlamla baxanda görmək olur dəfələrlə dilvə götürdüyü və düşündüyü görə Allah səni rəftar edir. Sizin həyatınızda olur belə bir şey. Ürəyinizdə düşünmüşsünüz və Allah sonra sizə onun üçün rəftar etsin. Ürəyinizdə düşünmüşsünüz, deməmişsiniz, amma Allah sizə rəftar etsin. Biraz bir sinə yaxşıyır o. Smartfonlara oxşur. Nəsə barəsində söhbət edirsən, bir Instagramda reklamı çıxır. Sizdə olur elə şey? Allah da elə kobul şəkildə müqayisə eləsə, o içimizdə nə danışır, eşidirəmsin. Və buna uyğun reaksiya edir. Və yuxarıda siyah sadalamışdıq, nələr insan danışır, nə edir. İnsan eyni şeyləri Allahla edir. Deyinmək də ona qarşıdır, bədbinlik də ona qarşıdır, sözündən söz tutmaq da ona qarşıdır. Allah prosta danışdıqlarımızı da eşidir, ürəyimizdə danışdıqlarımızı da eşidir, duamızı da eşidir. Və hara fırlansa, sonra bunun əvvəzini mecbur olmalı. Matta 12:36-37-də yaxşı ayələrin davamında. Mən sizə deyirəm, İsa Məsih deyir bizə. İnsanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab edəcəklər. Hər boş söz üçün hesab edəcək. Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan. Allah bizim dilimizə görə bizlə söhbət edəcək. Bəs niyə görə bizim üçün vacibdir ki, İsa Məsih insanlara qarşı iqrar edək, dilimizlə iqrar edək? Çünki dilimizlə iqrarımız bizim üçün məhkəmədən keçməyimizdir. Və Kəlam deyir ki, hər boş söz, mənasız dediyimiz hər sözü görə, fəaliyyəsi hər sözü görə hesab edəcək. Və problem nədədir? İndi gəlir problemin ən böyük tərəfinə. Aça bilərsən? 7-ci ayədə. Çünki istər heyvanları, istərsə quşları, istər sürünənləri, istərsə dəniz məxluqları hər cins insan nəsil tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir. Amma dili heç bir insan əhliləşdirə bilmir. Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısı alınmaz. Sözlər fikirlər, xahiş necə tüpükə qoyulacaq? Qarşılma alınmaz dağılır və öldürdü zəhərlə doludur. Dilimizlə baxayaq, bir şəkildə dilimizlə də Allahın surətdə yaradılmış insanları ləhəmləyirik. Alqış və eyni ağızdan çıxır. Qardaşlar, bu belə olmamalıdır. Bir qulağın eyni gözünə şirin və ağzı su çıxarmır. Qardaşlar, əncir ağacı, zeytun və üzüm tənəyi əncir yetişdirə bilərmi? Əncir şor qulağına şirin su gələ bilməz. Problem nədədir burada? Nə görür bu mətndə? Burada ciddi bir problem var. Problem nədir? Heç kəs öz dilinə əhəlləşdirə Heç kəs biz dilimizə əhəlləşdirə. Bu qədər şey sayda dilimiz həyatımızda problem yaradır.
Və sonra Yaqub dedi ki, qardaşlar, çalıb alınmayacaq. Əlləşdirə bilməyəcəksiniz. Qarşısı alınmaz bəladır. Bu, mesela onda nə eləyə bilərik? Çıxış yolu bir şeydən başlayır. Müqəddəs ruhdan. Amin. Bu fundamental bir şeydir ki, müqəddəs ruh olmadan biz heç nə dəyişə bilmirik. O bizi yeniləməsə, bizdə heç cür alımızı dəyişmir. Heç cür alımızı ki dilimizi, nə ki dilimizi, neysə dəyişə bilər həyatımızda. John MacArthur maraqlı bir fikir var. O başqa mövzuda demişdi, prosto xoşuma gəlir və düşünürəm ki, bu yerdə də yerinə düşür. Deyir ki, əgər sən özün, öz gücünlə yaxşı olmağa çalışırsansa, sən özün öz gücünlə yaxşı olmağa çalışırsansa, bu sadəcə təbiətin cismani təbiətlə mübarizəsidir. Поняли? Если ты сам стараешься быть хорошим человеком, это то же самое, что плоть борется с плотью. Heç nə dəyişmir sənin. Cismani təbiətin özü özünə mübarizə aparır. Cismani təbiətlə mübarizə aparır. İnsan özü heç bir şey dəyişə bilmir. Və Romalılar məktubda beləcə də siz özünüzü Məsih İsa'da olan günahın münasibətdə ölür, Allah'a münasibətdə diri sayın. Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin etirazlarına itaət edəsiniz. Bədəniniz üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin. Əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzərində salihlik aləti olmaq üçün yenə Allaha təslim edin. Günah sizin hökmranlıq etməyəcək. Ona görə ki, siz qanun altında deyil, lütf altındasınız. Və Roma 8:12-də. Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borcu deyilik ki, onu yaşayaq. Çünki cismani təbiətə görə yaşayırsınız, öləcəksiniz. Amma bədənin pis əməllərini ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. Allahın kəlamı bizə yeganə çıxış yolunu deyir. Müqəddəs ruh olmadan insan heç şeyin qalib gələnmir. Hər bir cəhdimiz sadəcə başqa bir dindarlar kimi olacaq. Bütün bayqı dindarlar hamısı çalışırlar yaxşı adam olmağa. Müqəddəs ruh olmadan isə olmur. Və çox maraqlı bir şey dedik ki, bədəninizi ruha alət kimi təqdim edin. Jean Calvinlə Chrysostom, iki dənə ilahiyyatçı, onlar maraqlı bir şey demişlər, bilməm bir-birlərinin xəbərləri vardı, bu vardı ya yox. Onlar deyir ki, orada alət sözü silah kimi tərcümə olunur. Və orada deyir ki, şəhərə kimsə silahlı hücum edir. Götürüb əlinə xəncər, Chrysostom yazır. Durub cəmaatı qırıq qılıncına. Deyir, qılınc təqsirkardır, qılıncı tutmaq lazımdır. Yoxsa qılıncı idarə edən insanı. Eyni ilə dedi ki, sizin də bədənləriniz ruhun alətidir. Ya ruhunu idarə eləməlidir, ya da cismani təbiətsiz. Deyir, necə əvvəllər günaha təslim edirsiniz bədəninizi, rahat edin vergisine, hindi isə ruha təslim edin bədəninizi. Müqəddəs ruh sizi idarə etsin. Sizin bədəniniz müqəddəs ruhun aləti olsun. Və sonra 12-ci fəsildə deyir ki, bədənlərinizi diri, müqəddəs qurban, bədənlərinizi, bədən içində nə var? Dil var, qulaq var, göz var. Bütün hansı ki, günah üçün alət kimi istifadə edir. Çünki günahı biz bədənimizlə edirik də, düzdür? Və deyir ki, indi o bədəni ruha təslim edir, Allaha qurban kimi təqdim edir. Əgər bu proses olmasa, bütün cəhdlər boşdur. Səhər durursan, deyirsən ki, mən yaxşı olmalıdır, bu günləri heç ki, sadəcə söz deməyəcəm, çoxu da olmayacam, bu günləri ancaq dua edəcəm, ilahı oxuyacam, suf da eləyə bilməyəcəksən. Çünki özün cəhd edirsən və uğursuz cəhd alır. Və Allahın kəlamı deyir ki, Allaha üzvlərinizi salihliyə aləti olmaq üçün yenə Allah təslim edir. Bu çox vacib bir məsələdir. Əgər bu baş verməsə, insanda heç bir həyatına hesabında, heç bir yerdə dəyişikliyi olmur. Bunu eləyəndən sonra, bu prosesdən sonra, gündəlik bunu Allaha təqdim eləyəndən sonra, ondan sonra dilin mənbələrinə baxırsan. Sən nə ilə qidalanırsan? Çünki danışdığımız şeylərin çoxusu hardan qidalandığımızdan asılıdır. Uşaq necədir? Uşaq evin güzgüsüdür, düzdür? Hamımız elə dedik də. Uşaq evin güzgüsüdür. Uşağın danışığından bilinir ki, evdə kimlə söhbət edir. Məktəbdə müəllimlər həmişə uşaqları dinləyirlər ki, kimin evində nə var, nə yox, hamısını öyrəsinlər. Şimdi başınıza elə gəlir, valideyn onu biləcəksiniz.
dindirlər ki, öyrənsinlər. Eləcə də biz əgər Allahın övladıyıqsa, onun evindəyiksə, onunla yaşayırsa, bizdə də onun xarakteri olmağa başlayır. Biz də onun kimi danışmağa başlayırıq, onun kimi düşünməyə başlayırıq. Çünki onun tərbiyəsini almağa başlayırıq. Yox, əgər Allahdan uzaq yaşayırsa, ruha təslim olmadan yaşayırsa, biz, əlbəttə, dünyanın mənbələri, Instagramdan, TikTokdan, başqa yerdən nə görürsə, nə eşidirsə, onu da danışacaq. Ona görə mənbələr çox vacibdir. Mən istəyirəm bu yeri saxlayın vəzi və təklif edin düşünməyə bu həftə ərzində. Analiz edək özümüzə görə ki, ən çox mən kimə qulaq asıram, nəyə qulaq asıram, nədən eşidirəm, nədən oxuyuram. Çünki nə dolursa, bizdən də o çıxır. Dilimizin problemi dilimizdə də, ürəyimizdədir. Ürəyimizi nə ilə doldursa, o da bizdən çıxacaq. Sonda bir hikayə var idi. İstəyirəm onu, qısa bir şeydir, kiçik. Onu oxuyum sizin. 1871-ci ildə, oktyabrın 8-də, axşam saat təxminən 8-in yarısında Chicago'da Mrs. O'Leary'nin tövləsində ehtimal ki, inəyin aşırdığı bir çıraq yerə düşdü. Və bunun nəticəsində məşhur böyük Chicago yanğını başladı. Bir dənə çıraq düşdü yerə, tövlədə və bütün başladı yanğın. Böyük Chicago. Yanğın söndürülənə qədər 17.500 bina və tikili yanıb kül oldu, yox oldu. 300 nəfər öldü, 125.000 nəfər isə evsiz eşiksiz qaldı, 125.000 nəfər. Bir də balaca çıraqlar. Bu da balaca dildən bizim həm ailəmizdə sülh gedəcək, həm öz həyatımızda, həm iş həyatımızda, hər sahəmizdə. Onun görə dil çox güclü bir şey. Qoyla bizə xeyir dua versin ki, daima onun ruhu ilə dolaq, çünki başqa çıxış yolumuz yoxdur. Müqəddəs ruhsuz biz dilimizin əhəlləşdirməyəcək. Amin.